Salam, hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. Bugün, yəni 18 iyun tarixində sertifikasiya imtahanının növbəti mərhələsi keçirildi. İlk olaraq ümumi bir qeyd edim ki, müəllimlər 3-4 sual inteqrasiya, taksonomiya və qiymətləndirmə ilə bağlı olur. 5-6 sual isə müxtəlif situasiyalarla bağlı müəllim-şagird münasibətləri, müəllim-valideyn münasibətləri, dərs prosesində baş verən müəyyən hallarla bağlıdır. Burada daha humanist, daha yumuşaq, daha müasir kurikulum yönümlü cavablara diqqətlənirsiniz. Məsələn, mənəvi psixoloji mühitin yaradılması, təhlükəsiz mühitin yaradılması, empatiya hissinin deməli göstərilməsi, sonra şagirdlərə həssaslıqla yanaşılması, gizliliyin qorunması və s. kimi yumuşaq, humanist yönümlü cavablara diqqətlənsəz kifayət edəcək. Dünən diaqnostik qiymətləndirmədən sual düşmüşdü. Bugün summativ qiymətləndirməyə toxunulub. Summativ qiymətləndirmə haqqında məlumat verim sizə. Şagird nailiyyətlərini ölçür müəllimlər. Məzmun standartlarında göstərilən bilik bacarıqlarının ölçülməsi üçündür. Şagirdin sinifdən sinifə keçməsinə təsir göstərir. Şagird nailiyyətlərini ölçür dedik. Nəticələr təbii ki, sinif jurnalında qeyd olunur. KSG və BSG formasında bölünür. KSG-lər bölmə sonlarında, BSG-lər yarım il sonlarında aparılır. Bax, bütün bu söylədiyim fikirlərdən imtahanda cavablarda istifadə olunub. Demək, sonra belə bir situasiyamız var. Şagird dərsə gecikir, sinifə daxil olaraq müəllimdən icazə istəyir və gecikməsinin səbəbini izah edir. Burada deyir, dərsin pozulmasına səbəb olan amil nədir? Müəllimlər, ümumiyyətlə düşünə bilərsiniz ki, şagird dərsə gecikməsini izah etdi, yaxşı bir şeydir. Xeyr, 45 dəqiqə çox az bir vaxtdır və burada şagird dərsin vaxtını alır, digər şagirdlərin fikrini yayındırır və dərsə gecikməklə də bağlı olduğu üçün deməli burada dərsə gecikməklə bağlı, hətta belə dəqiq deyim, dərsə gecikəndə proseduru deməli əməl olunmayıb, bu sinifdə bu olmayıb ki, şagird da buna əməl etməyib. Amma olsaydı şagird sakitcə, heç nə demədən oturub yerinə dərs prosesinə qoşulacaqdı, dərsdən sonra isə müəllimə yaxınlaşacaqdı. Bundan başqa digər prosedurlar haqqında məlumat verim sizə. İş vərəqlərini bitirəndə, müəllim sinifdə olmayanda, diqqətini müəllimə yönləndirəndə, summativ qiymətləndirməni işləyəndə, bax bu kimi hal dəhlizdə yeriyəndə, dərsə gecikəndə kimi prosedurlar da var ki, bunlar da dərs prosesinin pozulmaması və dərsdə vaxt itkisinin belə deyək, yol verilməməsi üçün işlənən prosedurlardır. Sonra biz danışırıq bullyingdən. Bullyinglə bağlı müəllimlər ümumi məlumatları bilmək vacibdir. Bu hansı məlumatdır? Diqqətlə dinləyin, qeyd də götürə bilərsiniz. Bir var bullyingin müəyyən edilməsi. Burada hansı fəaliyyətlər var? Demək, biz bullyingin müəyyən edilməsi üçün məktəbdə şagirdlərin özünü sərbəst ifadə etmək üçün təhlükəsiz və pozitiv mühit yaratmalıyıq. Sonra bütün məktəb heyəti bir-birinə əməkdaşlıq etməlidir. Yəni direktor, direktor müavini, məktəb psixoloqu, sinif rəhbəri və s. müəllimlər. Sonra şagirdlərin şəxsi portfolyolarının yaradılması, sonra valideynlərlə əməkdaşlıq, esse yazmaq, anonim sorğu keçirmək bullyingin müəyyən edilməsinə deməli hesablanmış fəaliyyətlərdir. İkinci məqam bullyingin qarşısını almaq yollarıdır. Yəni hələ bullying yoxdur və yaxud da ki, onun qarşısını qabaqcadan almaq üçün nə etmək lazımdır? Burada mənəvi dəyərlər aşılamaq lazımdır şagirdlərə, emosional intellekti, emosional zəkanı formalaşdırmaq lazımdır. Buzqıran strategiyalardan istifadə etmək lazımdır, yəni şagirdlər arasındakı münasibətləri tənzimləmək lazımdır. Valideynlərlə əməkdaşlıq və onların maarifləndirilməsi, bu hər ikisində vardır, fikir verdinizsə. Məktəb psixoloqu ilə əməkdaşlıq, şagirdlərin maarifləndirilməsi kimi hallar, müəllimin özünün bir nümunə olması və s. kimi məqamları biz göstərə bilərik ki, bu bullyingin qarşısının alınmasında mühüm rol oynayır. Müəllimin rol model olmasını mən izah edeyim sizə. Yəni, müəllim özü öz həmkarları ilə davranışlarında diqqət edir onlarla belə deyək, münasibətlərə, şagirdlər önündə və yaxud da ki, şagirdlər önündə olmayanda, bu da şagirdlərə göstərir ki, münasibətlər düzgün qurulmalıdır. Digər məqam, məktəb valideyn münasibətlərinin səmərəli qurulması ilə bağlı situasiyalardır ki, siz bilməlisiniz ki, müəllim valideynləri məktəb həyatına cəlb etməlidir, onlarla ünsiyyətdə empatiya göstərməlidir, məxfiliyi qorumalıdır, hər zaman təşəbbüsü ələ almalıdır. Şagirdlərin inkişafı barədə valideynləri mütəmadi olaraq məlumatlandırmalıdır, onlara əməkdaşlıqla bağlı maarifləndirməlidir və əməkdaşlıq etməlidir. Ümumiyyətlə, bununla bağlı dəfələrlə video hazırlamışam müəllimlər. Məktəb valideyn, yəni müəllim-valideyn münasibətlərində valideyn biraz öndədir. Bunu belə deyək, izah üçün deyirəm. Yəni burada müəllim çalışır ki, valideyni məktəbə cəlb eləsin,
onun övladının nailiyyəti, davranışı barədə ona ümumilikdə məlumat vermir, hamı gözü qarşısında məlumat vermir. Bu məlumatlar fərdi formada ötürülməlidir, gizlilik qorunmalıdır. Valideynlərlə maarifləndirici söhbətlərin aparılması, onlara ümumi olaraq təhsillə bağlı müəyyən məlumatların verilməsi ümumi ola bilər. Amma sırf bir valideynə övladı ilə bağlı məlumatı ona fərdi formada vermək lazımdır. Valideynlər bəzən iş saatı ilə bağlı, bəzən valideyn iclaslarının ümumi keçirilməsi ilə bağlı iclaslardan kənar qala bilirlər. Bunun da qarşısını almaq üçün müəllim təbii ki, çalışmalıdır ki, valideynlərlə əlaqə saxlamaq üçün təşəbbüs göstərsin, valideyn iclaslarını fərdi keçirsin və ümumilikdə valideynlərlə digər formalarda əlaqə qura bilsin. Sonra taksonomiya ilə bağlı hər zaman eyni şey eşidirik ki, çaşdırıcı olur və yaxud da ki, bəzi müəllimlər deyir ki, ola bilsin ki, burada cavab bu olmalıdır, mütləq digərini götürüblər və s. Məqam burasından ibarətdir ki, müəllimlər oradan həyəcanlı ola bilər və yaxud da ki, o elə bir andır ki, orada biz sualı tam olaraq çıxartmırıq, şifahi formada gəlirik. Bəlkə də onlar cavabı doğru götürüblər. Necə öyrəniriksə, o formada yanaşmağa açıq deyək məcburuq. Yəni ki, məsələn, öyrənmisiniz ki, əgər bir iş görülürsə, bir tətbiq varsa, məsələn, belə deyək də, bir işin icrası varsa, cədvəl hazırlamaq varsa, bu tətbiqdir. Siz başqa bir şey eləyə bilmərsiniz. Yəni, bunu tətbiq götürməlisiniz. Amma inanınız ki, müəllimlər, əgər öz fənnimlə bağlı, məsələn, hər dəfə misal çəkirəm ki, mənə miqyasla bağlı hər hansı bir məsələnin həlli tapşırılır. Bu miqyasla bağlı məsələni mən həll edirəmsə, deyək ki, məsafə verilib, miqyas verilib, mən xərtdəki məsafəni tapmalıyam. Bu tətbiqdir. Amma əgər mənə düstur verilib, bu düstura əsasən desə ki, miqyası tap, bu anlamadır. Bunu necə öyrənmişəmsə, elə də tətbiq etməliyəm. Yox, mənə deyirsə ki, məsələn, küləyin yaranmasını izah elə, artıq mən öyrənmişəm ki, izah etmək, anlamaq da onu anlamaq götürəcəm. Yəni, bu formalarda biz çalışmalıyıq ki, taksonomiyada diqqətli olaq. Yenə qeyd edirəm, şagirdin yerinə özüm cavab verirəm, yəni özüm həmən fəaliyyəti yerinə yetirirəm, tapşırıqdır, sualdır, situasiya verilib. Mən müəllim olaraq şagirdin yerinə ona cavab verirəm, görək, mən bu tapşırığı yerinə yetirəndə hansı mərhələdə olacam? Bax, həmən mərhələni götürüb yazırsınız. İnteqrasiyada diqqətli olursunuz, amma düşünürəm ki, rahat düşür. Qiymətləndirmə ilə bağlı da qiymətləndirmənin hər 3 növü barədə də məlumat alın. Mənim səhifəmdə girib qiymətləndirmə ilə bağlı çoxlu videolar var, izləyə bilərsiniz.